Artıq tələbələr məktəbdə aldıqları nəzəri biliklərini istehsal təcrübədə öyrənirlər. Söhbət Tovuz rayonunun Qovla şəhərində yerləşən Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən gedir. Kollecin istehsalat təcrübə rəhbəri Cavid Abbasov bildirib ki, Tovuz rayon icra hakimiyyəti başda olmaqla rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollecin tələbələrinin istehsalat təcrübəsini keçirməsi üçün hər cür şəraitlə təmin ediliblər. Artıq kollecin tələbələri bir neçə müəssisə və təşkilatlarda təcrübə keçir. Dövlət Sosial-İqtisadi Kollecinin istehsalat təcrübə rəhbəri onu bildirim ki, sağ olsunlar bizim yerli təşkilatlar çox bizə yüksək dərəcədə köməkdarlıq edirlər. Bu tələbələrimizin istehsalat təcrübəsini keçməyinə böyük dəstəkləri olur. Eləcə də biri də bugünkü işıqlandırdığımız toxum emalı zavodundayıq. Sağ olsun Arzu müəllimə bizim müqaviləmiz, ondan sonra məktublaşmamız hamısı yerindədir, sənədlərimiz tam qaydasında və bizə böyük dəstəyə yardım olur. Çox sağ olsun. Əməkdaşlarımız Tovuz rayonunda yerləşən dənli bitki toxumlarının emalı zavodunda tələbələrin istehsalat təcrübəsi zamanı zavodun laboratoriyasında keçirdikləri təlimdə olub. Burada dənli bitkilərin qurudulması, saxlanılması və laboratoriyada olan qurğuların fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verilib. Tələbələr qurğuların fəaliyyəti hansı hallarda, hansı qurğulardan istifadə edilməli olduğunu və onların işləmə mexanizmi ilə yaxından tanış olublar. Müəllimlər və tələbələr istehsalat təcrübəsindən nəzəri cəhətdən öyrəndiklərini, əyani formada həyata keçirdiklərindən razı qaldıqlarını bildiriblər. Tovuz Sosial-İqtisadi Kollecinin Aqrar Fermer Təsərrüfatının Təşkili Fakültəsinin tələbələri, 3-cü kurs tələbələri istehsalat təcrübəsindədirlər. Müəssisə ilə tanış olduq, bizə göstərdilər laboratoriyanı, ətraf sahəni, ambarı, istehsal zamanı işlənən maşınları, aparatları hamısını göstərdilər. Nəzər biliklərini burada artırmağa çalışırlar. Biz hər gün gəlirik, təcrübə keçirik. Çox sağ olsun müəllimlərimiz. Bəli, təbii ki, gələcəkdə iş həyatımızda da bizə çox köməklik eləyəcək. Kamran Əski Paralı, Hüseyn Hüseynov, Banu Hüseynli, Səs TV Xəbər, Tovuz.